Naxçıvanda tarixi mədəni irsin qorunması istiqamətində yeni tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Abidələrin ərazilərində məlumat lövhələri quraşdırılacaq, mühafizə zonaları müəyyənləşdiriləcək. Bununla yanaşı, Babək, Culfa və Ordubad rayonlarında fəaliyyət göstərən mədəniyyət saraylarında əsaslı təmir işləri aparılacaq. Məqsəd zəngin tarixi mədəni irsin qorunması, tanıdılması və gələcək nəsillərə çatdırılmasıdır. Tarixi mədəni abidələrin qorunması istiqamətində nəzərdə tutulan tədbirlər kompleks xarakter daşıyır. Bu çərçivədə abidələrin ərazilərində müasir tələblərə uyğun məlumat lövhələrinin quraşdırılması planlaşdırılır. Burada əsas məqsəd tarixi irsin ictimaiyyətə daha geniş şəkildə tanıdılması, mədəni yaddaşın qorunması və gələcək nəsillərin bu irs barədə məlumatlılığının artırılmasıdır. Tarixi irsin qorunması ilə yanaşı mədəniyyət müəssisələrinin maddi-texniki bazası da gücləndiriləcək. Mədəniyyət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və fəaliyyət imkanlarının genişləndirilməsi Nazirlik tərəfindən diqqətə saxlanılır. Bu çərçivədə Babək, Culfa və Ordubad rayonlarında fəaliyyət göstərən mədəniyyət saraylarında əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur. Nəzərdə tutulan layihələrin icrası ilə bağlı hazırlıq və təşkilati tədbirlər də davam etdirilir. Bu məqsədlə Nazirlik tərəfindən aidiyyəti şirkətlərlə müqavilələr bağlanılıb. Tarixi mədəni irsin mühafizəsi sahəsində strateji əhəmiyyət daşıyan digər istiqamət isə abidələrin mühafizə zonalarının müəyyənləşdirilməsidir. Bu proses abidələrin yalnız özünün deyil, onu əhatə edən tarixi mədəni mühitin də qorunmasına imkan verəcək. Ümumilikdə nəzərdə tutulan tədbirlər Naxçıvanın mədəni irsinin qorunması və mədəniyyət infrastrukturunun inkişafının istiqamətində həyata keçirilən işlərin ardıcıl və sistemli xarakteri daşıdığını göstərir. Bu layihələrin həm mövcud mədəni irsin qorunmasına, həm də gələcək üçün müasir və dayanıqlı mədəniyyət mühitinin formalaşdırılmasına yönəlib. Bütün bu tədbirlər Naxçıvanın zəngin tarixi mədəni irsinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edəcək. Məqsəd Naxçıvanın əsrlər boyu formalaşmış zəngin tarixi mədəni irsini qorumaqla yanaşı, bu irsin müasir dövrün imkanları və tələbləri əsasında gələcək nəsillərə ötürülməsini təmin etməkdir. Adilə Səfərova, xanım Rüstəmzadə, Arzu Sadiqov, NTV Xəbər.